Salam əzizlər, mən Rustayı Qərəqışlaqdayam. Burada bir nəfər olan buranın əhalilərindən elə bu karxanaya mor ki, burada istəyirlər, ehdas edirlər və əhaliyə muhterəm Rustayı Qərəqışlaq mane olurlar və istəmirlər. İstəyirəm bir güzarış təhiyyə edəyəm. Xahiş edirəm, təvəccüh buyurun. Bəli. Bismillahirrahmanirrahim. Əziz qardaşlar, təvəccüh eləyin. Bu karxana ki var, siz eləyə bilərsiniz, gedəsiniz. Karxana şişe, kahve, soda. Əgər gedib Google-də download eləsəz, bunun nümunəyi bəsiyar küçükləri Mərağədə var. Və vaqəən o məntəqəni kamil təxrib eləyib. Yəni o məntəqənin kamil məişiyyətin duçarı təniş eləyib. Orada hətta biz getsəz, siz eləsəz, nümayəndə buna neçə seri məclisdə şikayət eləyib, bəli, bu o qədər qüdrətli adamdır ki, bu sözlərə qulağı bedəkar deyil. Feylən əlan nümunəyi çənd bərabər buzurştəri o qərardır bizim ərazi Qərəqışlaqda təsis ola. Dər hududu əvvəl bizə dedilər 150 hektar, sonra oldu 300 hektar, bəli, biz o gün dedilər ki, 450 hektar yer istir. 450 hektar yer istir və o cür ki deyirlər və oxumuşam mən özüm təhqiq eləmişəm, bu betənhayı 60% Fazilab Ustan Azərbaycan şərqini fəqət o karxana tolid edir. Ələn bu neçə bərabər böyükdərdir və nə qədər su məsrəf eləyəcək, hala siz hesablayın öz yanınızda. O cür ki bizə deyiblər, oranın əhalisindən təhqiq eləmişik. Burada hətta bu kəm abunun vəziyyətindən 20 dənə quyu vuracaq. Sahə əmik, doğrubəri 200 metr. Ondan sonra biz təqribən 6 ay, şayət də çox tərdir bu dərgirik bu cərəyandan. Bizi bir seri 13 nəfərimizi tutdular, apardılar. Çün icazə vermədi orada işləyələr. 2-3 gün saxladılar. Ondan sonra mərdum töküldü dadğahın qabağına. Biləxərə o iz, bu iz, rabitənlə, zabitənlə, ona yalvarmaqla azad elədik. Ta inki bu keçənlərdə dubara dedilər, gəlirlər Kulanzəniyə, bizim mərdumumuz müxalifət elədi. Ay fərmandar gəldi məsciddə danışa. Bədbəxtçiliyimiz bizim budur ki, bizim şuralarımızı, dehyarımızı kullan bura alıblar. Əslən onlar qabağa gəlmir, qaçıblar, gizləniblər kullan. Və ay fərmandar ki, gəldi məscidə, mərdumun qoxusundan heç bir kələmə karxanaya görə danışmadı. Fəqət dedi ki, biz istirik buranı abad eləyək, karxanaya qəndi Urmiyanı bizə misal vurdu. Dedi ki, gördünüz, orada bura kimi bir xirdə kəndidir, tosa tapdı. Biz dedik, o karxanaya qəndidir, bu karxanaya qənd deyilib. Bu karxanaya təxribi mühit-i zistdir, bu karbonat sodyumdur. Bu təqribən özü də o məhəlli ki vurublar, istirlər, təyin eləyiblər. Təqribən də cəhət bad bir tərəfi Səlmas və Rustahayı Həmzə vardı. Yəni orada hər nəmənə alayəndəki qalxdı, müstəqim mərdumun özü də bimarizə beşiddət tənəffüsüdür, beşiddət sərətanı pustu var bu karxanənin və o əhaliyə Mərağənlə ki biz danışmışıq, ta 50 kilometr bağat ətrafı da bu karxanə qurudubdur. Abhay səthi, abhay zirzəminini kamilən o məntəqədə aludə eləyib. Ələn ta oradan ki biz bölürük, o karxanəni dəsədədir, nəmənə bağlamaqdırlar, ta gələlər bu yanda bu işi görələr. Ondan sonra biz gəlmişik, kamil tozih verirəm, uzun da olsa bağışlar. Mən əziz qardaşımızın sözlərini istəmirəm. Mesela yarıda qoyam, elə qəşəng şirin söhbət edirlər ki, daha niyazı yoxdur heç günə mən bir müdaxilə eləyəm. Fəqət biraz da bu ittifaqat ki, əxirən 2-3 gün içində düşübdür. Onlar da mən toz verim. Keçənlərdə bunlar dedilər ki, biz gələcəyik Kulanzəniyə, bizim əhali müxalifət elədi. Təqribən çün bunlar gördülər mərdum müxalifdir. Bərayin ki, mərdumu qoxudalar, təqribən 3 gecə bundan qabaq bizim kəndə Niruhay Əmniyyəti, hala biz bilmədik hansı Niruhay Əmniyyətidir, yürüyüş getdilər gecənlə. Bizim
8 nəfərimizi də elə yorğanın döşəyin içində dər hududu çox da musin ağadılar, 77 Muhtəmidinin məhəllidirlər, heyət-i məsacidimizdilər. Hamısını tutublar, aparıblar. Ondan feylən onlardan bizim heç ittila yoxumuzdur. Ta bu günədən ittilamız yoxdur. Bu gün demişlər vəsiqə gətirin, getdilər, dedilər ağa feylən hələ bunlar qalmalıdır, heç kim də cavab vermir. Ta ki dünən biz getdik 2 gün bundan qabaq. Bir gün ondan ki gecə mərdum bizim o 8 nəfərimizi aparmışdılar, ta bizi qorxudalar. Bizim mərdumumuz getdi həmin o məhəlli ki qərarda o karxana ehtiyac ola. Orada cəm oldular. Hamısı əksləri var. Əgər axtarsaz tapa bilərsiniz. Əks film yığmışıq, müntəşir eləmişik və deyə bilirəm. Bunu deyim sizə ki müntəşir eləmişik. Getdik bir gün oraya, cəm olduq orada. Nirohay Əmniyyəti Yeganvicə müstəqər oldu. Ay fərmandar gəldi mərdumun içinə. Mərdum kamil müxalifətini elan elədi. Bəli, mərdumun danışığı eyni buna elə bir dənə daşa danışırsan. Fəqət durdu bu cür mərduma baxdı. Nə hə dedi, nə yox dedi. Ta ki biz o yandan gördük bunların maşınları gəlir. Cəhəti Kuləngzəni. Mərdum ki yürüyüş yapardı bunlara. Olan maşınları mütəvarı oldu. Getdilər. Yeganvicəyə mərdum biraz Yeganvicə ilə dərgi kimin oldu. Kəndimizdə Muhtəmiddin var idi, ağsaqqallar var idi. Geçdilər qabağa miyancigəri elədilər. Allahın köməkliyindən elə bir xisarət eşkimə olmadı. Bir-iki dənə maşına şüşəsinə dəydi və elə bir şey olmadı. Biz vaqəən o gün kətdilərimiz Yeganvicənin qabağında canfişanı elədilər ki, ağsaqqalımız qoymadılar bir dənə Yeganvicəyə bir daş atalar. Vəli mütəssifənə onun səhəri dedilər biz yenə gələcəklər. Yenə kətlər şura təşkil tapdı, mərdum cəm oldular. Dedilər hamımız bahəm gedəcək. Getdik gördük. O yollar içi qərardı. Gedək o məhəllə ehtəsə onları Yeganvicə bağlayıb. Bizim maşınlarımız ki getdi qabaqda. Bizim maşınlarımızı kəminə saldılar. Təqribən 15 dənə maşınımızı tutdular. Onların içində təqribən hala o mütənaqizdir. Biz dəqiq hələ bilmirik neçə nəfərimizi aparıblar. Bəzi adam deyir 22 adam, bəzi adam deyir 15 adam, bəzi adam deyir 18 adam aparıblar. Onların içində 9 dənə də xanım aparıblar. Xanımların biri Lətifə Mövlaya adındadır. Madər Əziz və Şəhid Əziz Ayə Əliza Məliki ki şəhid nənəsidir. Onun 2 dənə də qardaşın Ayə Tohid Məliki və Mehdi Məliki qəblən aparanlar da ki xanəvadə şəhid idilər. Ayə Yusuf Mütəllibi həm bərabər şəhiddir, həm bərabər canbazdır. Ayə Haşim Rızayı ki aparıblar kətdən həm bərabər şəhiddir, həm 30 il Nizami İntizamı paltarında bu nizama xidmət eləyib, əlan zindandadır. Heç ittilada bilənlərindən nə hallarından xəbərimiz var, nə bilirik hayandadılar. Ondan sonra mərdum əqəb nişin elədi kəndə, mərdumu kəndəcən qavdılar robu vəhşətlə. Maşınlarımızın çoxunun, ələn gəlsəniz bizim kəndimizə baxsaz, maşınlarımızın əksərinin şüşəsi sınıqdır, aynası yoxdur. Batımla Nirohay Əmniyyəti vurdular. O cür ki bizə quzarış gəldi, o xanımlar ki bizim məntəqədən tutublar, onlara çox pis orada sörüşləyiblər. Ayı Şeydayı var, məsul ittilaat. O cür ki bizə gəldi, dedilər, orada xanımlara dedi ki, filan şödələr sizi verəcəyim, ələn burada filan eləyələr. Bu eyni mətnidir. Sonra biz gəldik, mücəddədən getdik oraya. Üstdən Yeganvicə bizim mərdumumuza üstdən şüar verirlər ki, bu gecə o xanımlar ki sizdən aparmışıq, bizim yanımızda bizə qonaqdılar. Biz bu gecə onlarla yatacağıq. Bu bizim hal-ı ruz zindecanlığımızdır. Kullan kəndimiz gecələr heç kəs qoxudan evində yatanmır və bir vəziyyəti əcib kətdə hakimdir. Feylən mən bu qədir bilirdim. Əgər bəqiyə mərdumdan da gəlsəz, çoxtər quzarış təhiyyə elə bilərsiniz. Çox təşəkkür edirəm. Bəli, Sabir.